Hər vaxtınız xeyirli olsun müəlliməm. Çoxdandır belə bir yığışıb yemək bişməsini gözləyən vaxtı müzakirə eləmərik. Amma çox yaxşıdır. Çox yaxşı şeydir. Həmişə nəzər dəstək keçirib. Bir dəfə dedim ki, gəl biraz müzakirə eləyək. Həm tələbələrlə birgə. Ola bilər ki, suallar verdilər mənə ki, mən sizə o sualları cavablandırım. Həmişə bizə qəbula gələndə uşaq soruşur ki, biz nələri öyrənəcəyik? O sualı bu gün biz sizə vermək istəyirik. Mən belə deyək, uşaqlara hərdən acıqlanıram. Belə qalanda yaxşı eləyirəm, ağlamayla. Hə, amma mən sizə belənçi acıqlanmasam, siz restoranın ağırlığını, yəni üzərinizə belə məsuliyyət kimi götürməyəcəksiniz. Və restoranda nəyi öyrənəcək gəlirsiniz bura kursa. Əsas restoran sistemində satılan yeməklər, sifariş olunan yeməklər, istənilən müraciətlər, yəni hansıdırsa çalışırıq biz onları öyrənək. Ən çox hansı yeməklər bilsə gedib iş tapacaq. Mən 5 dənə yemək adı çəkir. Bunları bilsin, getsin 5 dənə 100-lük alsın. Yox. Fast fooddan belə deyək də Burger Club'dır, amma bizim əsas milli mətbəxdəndir. Sazlarımızı bilsə, bəli, kababları bilsə, hətta vişnəli can əhti bu dəqiqə moddadır, yəni ən satışda olan, əsas olduğunu bilsə, yəni belə deyək də, özünə yüngülvarı da olsa iş tapacaq. Sonra da ki, getdiyi yerdə də və püxtələşəcəkdə daha çox sifarişlər olunur. Siz də onu baxıb öyrənirsiniz. O deməkdir ki, mən həftədə 2 dəfə gəlib kursda nəyisə öyrənirəm, mən onunla bilikli oldum. Xeyr, siz praktika ilə getməlisiniz. Bir də ki, ilkin başlayanda tələbələr var ki, deyir mən gəlib 1 ay kursa, 2 ay kursa, deyir ki, mən harasa gedib işə düzəlmək istəyirəm. Belə də 800 manat, 1000 manat. 1500 deyən də var. Evdə bayra çıxmıram deyənlər də var. Hə. 1500-dən aşağı olanlar. Hə. Amma yox uşaqlar, ilkin olaraq başlayanda siz öyrənməyə gedirsiniz. Siz birinci onu düşünün. Sizə az maaş təklif olunur. 400 manat təklif olunur, 450 razılaşın. Çünki siz restoranda işləməyə yox, daha da çox bilməyə. Hər dəfə sizə deyirəm də, bütün qruplara da deyirəm ki, gözünüzlə oğruyun, aşpazın ağzından oğruyun, əlindən oğruyun, gözündən oğruyun. Bəlkə siz burada nəsə hazırlayırsınız. Orada starşiz şeflər, yəni belə deyək, şef, su şef bir-birinə himcimlə hansı yeməyin tərkibini deyir ki, onu əlavə elə. İstəmir ki, siz biləsiniz, çox yer var ki, yəni şeflər öyrətmirlər tələbələrə. Başdan eləsinlər tələbəni, yola versinlər tələbəni, amma günahdır. Yəni öyrətmək lazımdır ki, sabahki gün onlar da gedib ruzi bərəkət pul qazansınlar və sizə də çox sağ ol bildirsinlər. Ona görə də oğruyun uşaqlar. O mənada ki, gözünüzlə oğruyun ki, o orada nəyi qatdı, bu burada nəyi hazırdır, hansı yeməyin tərkibi və əsas qramajı öyrənin. Bir insanın yediyi ərzağın ölçüsü. Ölçünü öyrənsin. Bəli, ölçü öyrənməlidir. Bir insana məsələn üçün ət neçə qram olmalıdır, düyü neçə qram olmalıdır. Yəni bütün adici yağından, soğanından, bütün bunları da bilməlisiniz. Yəni mən çalışıram ki, sizə nöqtə vergülü ilə öyrədim. Qalanı da o sizin götürüb öyrənməyiniz sizin boyunuza qalır. Aşpazları tələbələr arasında, yeni gənc aşpazlarla söhbət edirəm. Bizi dala salan nədir? Mən müşahidə edib bunu görürəm uşaqlar. Kiməsə sual verəndə bir ay təcrübə keçir istehsal təcrübə yerində. O bizim tələbələr içində də başlayır. Yəni biz 2 ay burada ilkin bacarıqlar öyrədirik. Sonra artıq göndəririk onu praktikaya. Sual gəlir oradan ki, bizə mən artıq hər şeyi bilirəm. Tez özünə güvənliyə başlayırlar. Bir ilkin bacarıq öyrənib, bir əsl praktikası olan kimi. Bunun fikriniz necədir? Çox pisdir. Görürük, rəsmimizdən çox çıxır. Dəqiqədə amma özgüvən yaxşı şeydir. Bacarıqlı, düzgün bildirdiyinə görürsən ki, mən özgüvən ki, mən bunu bacaram. Amma elə insan var ki, bacarmır. Yalandan deyir ki, mən bunu bacaram. Onu da göndərirsən mətbəxə, ölçü, qramaj olmayanda o onun aylıq maaşına da təsir eləyir, faizinə də təsir eləyir və işdə qalıb qalmamağına da təsir eləyir. Yəni, hə, bilirəmlə iş keçmir. Öyrənirik. 46 yaşım var, hələ də öyrənirəm. 30 yaşı var, hələ də öyrənirəm. Hələ ki, yenə deyim, çalışmağı sevirəm. Yəni, mən bəyək sizə dedim də, yəni, o qədər mən bilirəm, yox, bilmirəm, hələ də öyrənirəm. Belə bir şey deyim, indi bax, 25-ci ilə kimi biz hamımız aşpazlar maaşını ortalama bilirdik. Nə qədər? Məsələn, 26-cı ildə bu göstərici nə qədər göstərəcək. 10 gündə, 15 gündə artıq biz yanvar ayına girmişik. Belə deyim ki, qalxmayacaq ki, enəcək. Doğrudan. Nədən? O bilirəm deyənlərin siyahı çoxdur. İşi zayı edirlər. Ay, sağ ol. Əksəriyyət restoranlarda da, yəni təsdiqləyər Kamil Usta da, əksəriyyət restoranlarda da ki, əşi, yola versin məni, az maaşına razı olan. Yəni, professional şefi gətirib mətbəxdə çalışdırmaqdansa,
Yəni o noviçoklar yeni öyrənənləri gətirəcək 300-500 manata. Bütün pozisiyalarda deyir ki, razıyam. Məsələn üçün 600 manata razıyam. Bütün pozisiyalarda xalodnuda ya, qarətçıda ya, manqalda ya eləyənləri işlədəcəkdir. Biri var gətirsin şəfə 2000-3000 pul versin. Biri var ki, biri gəlsin ki, hə, ona 600 manat versin. O da ona razıdır. Belə bir şey deyim də, bu mənim öz fikrimdir. Nə bir süni intellektin köməyi var suallarda, nə bir şey. Hətta biz açdıq, biraz yoxlamaq istədik ki, bəlkə süni intellektin sual verir, amma bizə bədahətən özümüzdən gəldi, heç ehtiyac olmadı ki, biz sorğunu süni intellekt vasitəsilə aparaq, yəni öz suallarımız oldu. Bax, müğənnilər də çoxdur da, düzdür. Fərqli-fərqli janrlarda oxuyurlar, fərqli-fərqli davalar çıxır, fərqli-fərqli gündəmdə olurlar. Nə olursa olsun, yəni real danışaq da biz, mən öz adımdan deyirəm də bunu ki, biz bilirik ki, məsəl üçün, məşhur müğənnilər və daha statusu çox olan müğənnilər arasında Aygün var, Röya var. Rəqabət həmişə var, hər yerdə var. Nə qədər müğənnilər çox olsa da, yəni ümumi bu iki müğənninin öz qiyməti, özünə görə öz banketləri, özünə görə öz tədbirli olur.